Xoruldama şikayətindən gələn xəstədə həyat tərzi və qidalanma şərtlərini dəyişdirməyə üstünlük verir. Amma sanki tənəffüsü pozulub deyə tez yorulur deyə çox yeyir deyə hərəkətsizdir deyə kökəlir və belə bir qüsurlu dövran yaranır, bir-birinə. Kompleks yanaşma ilə. O yüzden də belə bir şikayəti olan pasientlərimizə qulaq burun boğaz həkiminə müraciət etməyə məsləhət görürəm. Niyə? Əslində bu bugünkü günün müasir dövrün bir xəstəliyidir. Çünki bunlar ciddi şəkildə yuxu pozğunluğuna gətirib çıxardır və nəzərə alsaq ki, bir çoxları gündəlik həyatını işdə keçirir. Gün ərzində çox yorğun olurlar. Hətta nəzərə alsaq ki, Bakımız hal-hazırda probkalı bir şəhərdir, ya tıxaclı bir şəhərdir. Bəzən olur ki, hətta sükan arxasında belə pasientlər həmin insanları yuxulaya bilirlər. O yüzden bu da dramatik bir sonluqla nəticələnə bilər. Məsləhətim odur ki, belə bir şikayət olan adamlar qulaq burun boğaz həkiminə müraciət etsinlər. Doktor,